Səhər yeməyində yumurta vazgeçilməz qidadır. Yumurtanın faydaları ilə səhhətinizi ziyanlı təsirlərdən qorumaq mümkündür. Yumurtanı müntəzəm olaraq qəbul etməklə onun faydalarından yararlanmaq olar. Tərkibində faydalı maddələrlə çox zəngindir. Yumurta insan orqanizmində müsbət xolesterolun miqdarını artırır. Bundan başqa yumurtanın ürəyə də faydası var. Yumurtanın tərkibində A, B2, B5 və B12 vitaminləri ilə yanaşı fosfor, selenium kimi maddələr də var. Gündəlik yumurta qəbul etmək 77 kalori, 6 qram protein və 5 qram sağlam yağ miqdarı ilə eynidir. Yaşlanma ilə bağlı üzə çıxan göz problemlərinə qarşı da faydalıdır. Tərkibində güclü antioksidant və lutein, zeaksatin kimi maddələr var. Orqanizmin ehtiyacı olan dəmir miqdarını artırır. Dəmir çatışmazlığı ilə bağlı ortaya çıxan baş ağrısı, əsəbilik və yorğunluq kimi simptomların qarşısını alır. Yumurta eyni zamanda insanı tox saxlayır. Səhər qəhvəaltısında yumurta qəbul edən insanlar bir neçə saat tox qalır. Bu isə xüsusən artıq çəkidən əziyyət çəkənləri daha da maraqlandırır. Yaddaşı gücləndirir, tərkibində kolin maddəsi var. Bundan başqa beyinə də faydalıdır. Yaddaş problemi olan insanlar müntəzəm olaraq yumurta qəbul etməlidir. Yumurta saç və dırnaqlara da faydalıdır. İnkişaf mərhələsində olan uşaqların sümüklərinə müsbət təsir edir. Çünki tərkibində kalsium maddəsi var. Bundan başqa yumurtanın tərkibində D vitamini də var. Qış aylarında D vitamini üçün yumurta qəbul etmək məsləhətdir. Qadınlarda döş xərçəngi riskini artıran səbəblərdən biri də düzgün qidalanmamaqdır. Elmi araşdırmalara əsasən həftədə 6 ədəd yumurta qəbul edən qadınların döş xərçənginə yoluxma riski 40% azdır. Bundan başqa yumurta immunitet sistemini gücləndirir, iltihaba qarşı təsirlidir, təbii təmizləyicidir, şişə qarşı olan təsirlərdən qoruyur, enerji verir, kataraktın göz xəstəliyi qarşısını alır.